Dostlar, gəlin şuuraltıdan danışım sizə. Çox adam şuuraltının elmi tərəfini bilmir və elə bilir ki, şuuraltı çox asan idarə olunacaq bir orqandır. Onu hafifə alırlar. Həqiqətən də şuuraltımız bizim amigdala adlandırdığımız, bizi qorumaq üçün, yəni məntiq, düşüncə onun üçün heç bir önəmli deyil. Analiz sintezi yoxdur. Onun üçün önəmli olan bizim sağ qalmağımızdır. Çox təəssüf ki, o da bizi sağ qalmaqdan ötürü davamlı belə təhlükədə saxlamaq planı var. Yəni nə olur olsun, sən sağ qal. Biz buna şuuraltı deyirik. Şuuraltı bizim alt beynimiz, terminlərdə, kitablarda termin olaraq keçir heyvan beyni. Bizim ağıllı, şuur dediyimiz isə alın hissəsindədir. Məntiq tərəfimiz ön beyin bu hissədədir. Amma amigdala arxada, arxa beyin burada ənsədə yerləşir və biz onunla daha çox idarə olunuruq. Belə deyim də, yəni gəminin kapitanı amigdaladır. Bu hissədir və biz ona şuuraltı deyirik. Bizi idarə eləyən 88% budur. 12% hələ ki təkamül prosesində. Milyon illər insanlıq təkamüllə sadəcə 12% inkişaf eləyibdir. O zaman biz 12%-lə qərar vermirik. Əsasən 88%-i qərarları, orada proqram, kod, artıq nə cür qurulubdursa, biz ona görə qərar veririk və həyatımızı ona görə də yönləndiririk. Birinci bunu bilək və şuuraltı deyirsən saydığını say, gör şuuraltı nə sayır. Nəyi öyrənibsə, məsələn, panik atak deyək ki, panik atak əslində bir orqanizmanın qoruma mexanizmasıdır. Nədən qoruyur? Orada şuur altında səni tədirgin edəcək bir məlumat gedir ona, orada bir duyğu var və o səni orada qoruyur. Əslində dərinlərdə ölüm qorxusu da var. Baxın, panik atakda nə var? Siqnalizasiya verir də. Yəni deyək ki, bir dənə binanın siqnalizasiyası xarab olubdur və ona davamlı çalır, amma heç bir oğru yoxdur. Və yaxud da ki, siqnalizasiyaya bir dənə pişik gəlib ayaq vurub, əlini dəyib və siqnalizasiya işə düşübdür və siz gedib görürsünüz ki, obyekt yerindədir, oğru yoxdur, heç bir təhlükə yoxdur, amma siqnalizasiya çalır. Davamlı çalır. Baxırsan ki, siqnalizasiya xarab olubdur və nəsə toxunubdur və siqnalizasiya öz-özlüyündən çalır. Baxın, şuur altımızda da bir proqram pozulanda, yaşamla bağlı, sağ qalma ilə bağlı bir təhlükə pozulanda şuuraltı bir siqnal çalır. Bu siqnal bədənin panik atak olaraq üzə çıxır. Yəni panik atakımız üzə çıxır bizim. Biz nəfəs darlığı yaşayırıq, orqanizm ayağa durur, bütün beyin sistemi ayağa durur və bizi qorumağa çalışır. Sağ qalmaq üstündə mübarizə aparır. Çünki deyir ki, orqanizm təhlükədədir. Amigdala siqnal verir ki, orqanizm təhlükədədir. Onun bir dənə hədəfi var, bizi yaşatmaq, həyatda saxlamaq, sağ saxlamaq və s. Ona görə də biz şuur altında birinci dərin inancları işləyirik seanslarda. Dərin inancları çürüdürük, ona səbəb olacaq. Elə bilin ki, incə bir detalı, siqnalizasiyanın incə bir detalını, hər hansı bir, nə bilim, orada boltu, şunuru biz orada işləyirik. Ümumi olaraq bir ona nəzarət eləyirik və yeni, əgər xarab olubdursa, deyək ki, o inanc, biz onun əvəzinə başqa bir bolt qoyuruq və orası irrasional inanclar deyilir. Mən bunu doğru dildə deyirəm. İrrasional inancları rasionala çeviririk və bədəni artıq təhlükədən xilas eləmiş oluruq ümumilikdə. Panik atakda bədəni qoruma mexanizmi vardır və bədənə rahatlıq verərək, nəfəs texnikaları, ev tapşırıqları və s. verərək biz bədəni rahatlatdırırıq və deyirik ki, burada bir təhlükə arxa beyində bizə təkamül prosesində milyon illər bundan ötürülən sağ qalma instinktdir. Bugün bu təhlükə yoxdur. Yəni aslan yoxdur, kaplan yoxdur, artıq mağara dövründə yaşamırıq. Soyuq və isti təbii fəlakətlər hər an baş verə bilməz. Tamam, ola bilər, amma yəni əcdadlarımız
daha çox təbii fəlakətlərlə üzləşiblər. Nəinki indiki zamanda biz bu gündən çox komfort evlərdə yaşayırıq və təbii fəlakətlər bizə olsa belə, yəni onun bir fövqəladə hallar kimi bizi bir qoruyan bir qurum vardır deyək ki. Belə yəni məntiqləşdiririk. Yəni burada biz deyirik ki, irrasional inancları rasionala çevirmək. Yəni şuur altını şuur səviyyəsinə çıxardırıq və şuurla onu analiz eləyirik. Hətta tələbələrimə bəzən deyirəm ki, biz şuurla yaşayan varlıqlar deyilik. Yəni siz özünüzü çox da şuur var, ağıl var, məntiq var. Ağılla, məntiqlə yaşamırıq. Siz şuur altına deyə bilməzsiniz ki, bu məntiqsizdir. Zaten sizin özünüz də bilirsiniz ki, panik atak çox məntiqsizdir. Mən də bilirəm. Çox pasiyent deyir ki, mən də bilirəm, Tənə xanım, çox məntiqsiz gəlir, amma öhdəsindən gələ bilmirəm. Aması şuur altındadır. Yəni zaten şuur altı məntiq başa düşmür. Gələ bilməzsiniz də öhdəsindən. Siz 12%-in məntiqi ilə 88%-in kodlamasını, proqramını müalicə edə bilməzsiniz. Ona görə 12%-i kənara qoyun, lazım olanda istifadə eləyərik. Svetofor keçəndə, nə bilim marketdə falan lazım olur bizə, yol keçəndə, müəyyən şeylər eləyəndə. Amma həyati qanunlar və ya eləyə bilmədiyimiz, bizim xəstəliklər, öhdəsindən gələ bilmədiyimiz şeyləri biz 12%-dən edə bilmərik. Biz onu 88%-i anlayaraq, çözərək, işləyərək bir addım-addım, mərhələli-mərhələli biz onu gün işığına çıxardırıq. Yəni şuur səviyyəsinə gətiririk. Şuur səviyyəsinə gətirəndən sonra biz baxırıq ki, bax burada nə inancdır da? Yəni mənim hansı inancım mənə bunu gətirir? Çox vaxt panik atakdır. Mən də panik atakdan misal gətirdim. Bu pulla bağlı da ola bilər və baxırsan ki, pula bağlı belə bir qorxuları var və yaxud da ki, işdə bəyənilməmə, işləmək istəyir, amma bunun müdir tərəfindən qəbul edilməmə, iş mühitində təqdir olunmama, təhqir olunma, tənqid olunma, orada ona qarşı bir dözümsüzlük vardı və onun dözümsüzlük inancı şuuraltı üçün ölümə bərabərdir və nə edir? Şuuraltı səni oradan qoruyur və sən o işə artıq getmirsən və yaxud da ki, elə eləyirsən ki, o işdə səni qəbul eləmirlər, nəsə olur, səndə o işdə pozulur, sən özün də anlam verə bilmirsən. Amma əslində sən o işi istəmirsən. Çünki orada şuuraltı üçün bəyənilməmə, qəbul edilməmə qorxusu şuurun istədiyi o maaşdan daha önəmlidir. Sən şuurla o maaşı istəyə bilərsən, amma sən şuur altında o işdə işləyə bilməmə, bəyənilməmə, orada utanma, o komplekslərin yaşamı itirmə təhlükəsin qədər algılayır amigdala və şuuraltıda dediyim. Yəni ona görə sənə deyir ki, okey, yəni sən lazım deyil, orada qoruyur. Nə edir? Əslində səni işsizliklə qoruyur. Və yaxud da ki, evlənmə, köksən, diyeta saxlaya bilmirsən, bəyənilməmə qorxun vardır, qarşı tərəfdə bədənini bəyənmirsən, qarşı cinsin sənin bədənini bəyənməyəcəyini, cinsəl münasibətlər zamanı günahkarlıq və ya utanc hissi, bu səni ölümə bərabərdir amigdala üçün. Məntiqsizdirmi? Bəli, çox məntiqsizdir, amma şuuraltı qara bir qutudur və duyğularla anlayır. Biz ona məlumatı duyğu orqanlarımız vasitəsilə göz, burun, qulaq, dad vasitəsilə göndəririk. Əgər orada bu 5 duyğu orqanı vasitəsilə hər hansı bir məsələn evlilik haqqında siz orada tərk edilmə, evliliyin pis olduğu, qorxu, təhlükə duyğusunu, o hissi, dəyərsizliyi biz ora ötürüb orada bir proqram yaratmışıqsa nə edəcək? Bizi komple evlilikdən qoruyur. Çünki yəni deyə bilməz ki, bu insan yəni komple ondan qoruyur və sən geri çəkir və sən sonra geri çəkilmə davranışlarını məntiqləşdirməyə başlayırsan. Deyirsən ki, mən ona görə eləmədim, buna görə eləmədim. Bəhanələr. Baxın, bəhanələr bizim şuuraltımızın kodlarıdır, yəni yollarıdır. Mən deyirəm ki, ona yollardır. Siz bir dənə dəftər götürün, bəhanələrinizi yazın ora. Baxacaqsınız ki, o bəhanələrə yazdıqca görəcəksiniz ki, o bəhanələr sizi şuuraltınıza aparır. Siz o bəhanələrinizin sizə müsbət tərəfini sonra digər vərəqin digər tərəfinə də yazın. Əslində bəhanələr sizin şuuraltınızda sizin o qazancınızı ikincil qazanc deyirik psixologiyada buna. O ikincil qazancın, problemin ikincil qazancını sizə göstərəcək. Və demək ki, şuuraltı sizə o ikincil qazanc
dediyiniz tərəfdə sizə qazandırır və birincidən sizi qoruyur. Beləliklə siz şuuraltı proqramlarınızı çözüb həyatınıza yön verə bilərsiniz. Amma bu deyim ki, çox belə asanlıqla elə mən tapdım, bu həll olunur, yox. Bir müddət bunun üzərində işləmək lazımdır. Fərqindəliklər yaranmalıdır. Fərqindəliklər yarandıqdan sonra hərəkətə keçməlisiniz. Əgər hərəkətə keçmirsinizsə, o fərqindəliklər sizdə bir yük halına gəlir. Siz artıq onun bir bildiyiniz, amma həll edə bilmədiyiniz növbəti bir yükü daşıyırsınız. Bu ikinci bir çətinlik yarada bilir sizin həyatınızda. Ona görə də şuuraltı inanclar necə dəyişir? Yəni bunu üzərik yandıraraq və yaxud da ki, sirkəli su içərək siz şuuraltı inanclarınızı, o enerjini dəyişə bilməzsiniz. Şuuraltı inanclarımız da bizim beynimizdə bizim həyatımıza yön verir. Carl Jung deyir ki, insanlar şuuraltı inanclarını isbat eləməkdən ötürü mübarizə aparırlar. Sonra da buna kader qismət deyirlər. Mən bir şeyə inanıramsa ki, mən dəyərsizəm və yaxud da ki, mən sevilməyən bir varlığam, sevilməyən bir qadınam və sevilməyən bir kişiyəm. Kim məni sevər ki? O ki, mən buna inandımsa, şuuraltı deyir ki, o ki, sən kim sevər ki? O ki, mən sevgini tanımıram. Deyək ki, sizin önünüzə çox gözəl, sizi sevən, sizə dəyər verən birisi çıxıb, siz deyirsiniz ki, mənim ona elektrikim keçmədi, nə bilim, enerjim qaynamadı. Amma məntiqli gəlir sizlə onunla evlənmək. Sizə çox məntiqli gəlir, amma evlənmirsiniz, evlənmək istəmirsiniz. Nə bilim, hər şey qaydasındadır, baxırsan ki, hər şey qaydasındadır, amma sənin şemana uyğun deyildir. Yəni, mən biraz əvvəlki videoda onu danışdım, şemana uyğun deyil. Şemada nə var? Səni dəyərsizləşdirən, yəni səni qoruyan insan əslində səni dəyərsizləşdirərək qoruyubdur. Bu şema dəyişməlidir, amma sən əgər bunun fərqində olmayıb, bunu dəyişmirsənsə, gedib o birisi şemana uyğun bir adamı tapıb onun yerinə qoyursan və deyirsən ki, okey, mən bunu isbat elədim, amma bax, bunu elədim. Bu mənim adamımdır. Kimdir sənin adamın? Mən ona qayıdım, ona hiss elədim. Məntiqin isə deyir ki, 12%. Deyir ki, o sənin adamın deyil axı. Sən məsələn çox məntiqsizdir də bundan evlənmək. Amma deyirsən ki, mənim ona qanım qaynadı. Nə bilim, ona hissim oldu, sevgim oldu, belə sevirəm. Onu görəndə həyəcanlanıram, kəpənəyə dönürəm, nəyə dönürəm? Ha, bu deyil yəni. Bu sevgi deyil. Bu sənin şemandır. Ona görə də sən şemanı orada isbat eləməyə çalışırsan. Görürsüz, məntiq işə yaramır.